Herkese salam kızlar. Necəsiz inşallah yaxşısınız. Bugün size güzel bir vlog çekmek istedim. Günlük vloguma hoş gelmişsiniz. Deməli kızlar, gəlinlərə buradaca size deyim. Deməli kızlar, gözəllərim mənim. Bugün günlük vlogumun videosuna bəyənmə atmaq, yəni bu videoma like atmaq, bol və gözəl yorum yazmaq və kanalıma abunə olmağı unutmayın. Bu arada bunu söyleyeyim. Bugün sizinlə gözəl bir gün keçirməyi düşünürəm həqiqətən. İnşallah gözəl gün keçər. Və inanın ki, bunun üçün əlimdən gələn hər şey edəcəm. Siz də mənim bu gözəl kanalıma abunə olub videoma atarsınız. Günümüzü daha da gözəlləşdirərik. Şap 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 şap. Bəli dostlar. Deməli qızlar, bugün salona gedəcəyik sizinlə birlikdə. Bəli. Və həm də dünən yox, sırağa gün artıq 2 gün öncə qardaşım ət, balıq və dəniz ulduzu deyirlər. Nə deyirlər ona? Xərçəng, krevetka. Ondan alıb gətirib biz bugün kebab edəcəyik. Sizinlə birlikdə kebab etməyə hazır mıyız arkadaşlar? Tabii ki de hazırız. Şap 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 şap. Deməli, belə işlər. Yanında çürümüş dişlər. Neyse, boş verək. Belə bir gözəl bir vlog çəkirəm sizə. Saat bunun üçün 10 tamamda oyanmışam. İndi saat 11'in yarısıdır. Mən yuxudan durana, yerimi yığana, əl yüzümü yuyub dişlərimi fırçalayana, bakım falan edənə, sizinlə birlikdə edənə saat 11'e 20 dəqiqə qaldı belə. Bəli. 10:39 idi, oldu 10:41. Hə, nəysə. 10:41 bizim saat. Mən indi aşağı düşürəm. Səhər yeməyimi etmək üçün zavtraka hazır mıyız? Bəli, ilk öncə sabahınız xeyir. Hər kəs salamdır, sabahınız xeyir. Deməli, səhər oyanıb nə görsəmişdim. Amma şokolad əzməsini belə çəkib. Bəli. İndi yemək çəkirəm, gəl otur. Yaxşı. Bizim alışverişe getməmiz lazımdır deyə düşünürəm. Amma hər şey var maşallah. Wow. Mən keçmələ bilirəm. Mən çox rahat. Doğrudan. Nə qəşəng şirniyyatlar. Bəli dostlar, deməli qızlar, qoyun sizə burada danışım. Oturum rahat. Oh, ne güzel arkadaşlar. Mis gibi. Deməli qızlar, indi saat 12'nin yarısıdır. Bəli, biz yemək yedik. Süfrəni falan anam yığışdırdı. Çay dəstgahı elədi. İndi anam süfrəni yığışdırdı. Biraz yığışdırdı, bəli. 12'nin yarısıdır. Bugün mən salona getməliyəm deyə düşündüm. Ona göre tam olarak tertemiz makyajımı silip tam olarak makyajımı silip bu dəqiqə, yəni hal-hazırda çıxmam lazım olduğu üçün əynimi dəyişib gedirəm salona. Həm dırnaqlarımı etdirəcəm. Dırnaqlarımın fotosunu da sizə qoyacağım. Narahat olmayın mənim gözəllərim. Həm lazer edəcəm, həm dırnaqlarımı düzəldəcəm, həm biraz üz baxımı, saç baxımı dediyim, sonra üz baxımı, saç baxımı, lazer, dırnaq etdirmə daha gözəlləşəcək dostlar. Və gedək. Hadi koşun bebeler. Bəli qızlar, deməli saat 10 nəydi o? Yox qızlar, 10 değil. 11:55'dir. Mən əynimi geyindim. Makyajım olaraq qızlar heç bir şey vurmamışam həqiqətən də.
Biraz makyaj etdim sadəcə. Çünki reklama gedəcəm ilk öncə. Bəli, reklam çəkişinə, maalesef ki, reklam çəkişinə getməliyəm. Saat 1-də reklam çəkişində, 1-də yox. 1-in yarısı reklam çəkişində olmalıyam. 1-də reklam çəkişimiz başlayacaq. 2-yə qədər bitməlidir ki, mən də 3-ün yarısı salonda ola bilim. Yəni 14:30 radələrində salonda ola bilim və o zaman salonda olacağam. Piyada getmək qərarına gəldim. Gəl. Deməli qızlar, saat 14:24-dür. Mən indi isə qızlarla salamlaşacağam, salona girirəm çünki qızlarla salamlaşdıqdan sonra kameranı açacağam, həm də qoyun elə burada bəzənən düzənəm də özüm üçün də qızlar. Qızlar, necə oldum? Mənim canlarım, cigərlərim. Yaşıl linza da taxtırdım bu arada, bilmirəm niyə. Bu linza adamın gözündə tam-tamına bir həftə şəklində qala bilir yəni. Bir həftədən sonra baxır kimdəsə qalırsa qalır. Mən də nəysə 5 gündən falan sonra çıxardaram çox ehtimal. Bay bay. Bu arada siz saata demədim ha qızlar. Evə getdən deyəcəm. Bəli qızlar, saatdan sizin xəbəriniz olmaya bilər, amma mən deyirəm sizə ki saat artıq 7-nin 7-yə 22 dəqiqə işləyib. Bəli. Yəni 18:22-dir. Mən tez əynimi dəyişim, düşəcəm aşağı çünki qardaşım gəl kebab bişirirlər. Saat deməli qızı saat 18:38-dir. Mən indi əynimi geyindim falan. İndi aşağı düşmüşəm. Görürəm ki, hər kəs oturub öz yerində. Oo, maşallah, qardaşım hazır edib hər şey dostlar. Gəl. Aparıram. Qızlar, kebabları qardaşım bişirdi. İndi anam gəlir, qablara çəksin, qoysun qabağımıza. Yeyəcəyik birazdan. Saat 19:05-dir, yəni 8:05 dəqiqə qalıb. Bir harca yarım saata yemek var arkadaşlar. Yemek var. Şap. Acından ölürəm qaqaş. Gətir bu kebabları da yeyək. Da. Qızlar, deməli biz yeməklərimizi yedik, qurtardıq. Saat 9-un yarısıdır. Yeməklərimizi bəli yedik, qurtardıq. Super, həqiqətən mükəmməl idi. Əllərin sağ qardaşım. Çox qəşəng kebab çəkilmiş. Əslində mən nə yalan deyim, qardaşım bizə tam-tamına qoyun yatma salım. Düzcəm bundan öncə 4 dəfə kebab çəkib. Bu artıq 5-ci kebab çəkmək idi. 5 elə daxı şükür, maşallah. Çox gözəl, həqiqətən mükəmməl kebablar. İstər krevetka. Mən ona çox bayıldım. Bu arada ömrümdə ikinci səfər idi ki, yeyirdim krevetka və dadı çox qəşəng idi. İlk dəfə yeyəndə nə yalan deyim, bir o qədər bəyənməmişdim. Amma bu səfər çox bəyəndim. Halal olsun, həqiqətən. Bir xiyar, pomidor, soğan etmişdi. Bir mal ətini etmişdi. Bir krevetka etmişdi. Bir də toyuq ətindən. Hər məhsuldan olmuşdu. Qarma qarışıq çox gözəl olmuşdu. Yes! Şap arkadaşlar. Şap. Mən indi isə gedirəm. Biraz telefona falan baxım. Sizin yorumlarınızı falan cavablandırım. Eləyim falan filan. Nə bilim daha nələr. Halal olsun deyirəm. Baxın bu adama. Çox sağ olun. Bu adam getdi kebabını hazırladı. Yedi gəldi oturdu burada dincəlməyə. Məncə dəyər elə. Bəli, çünki sən hazırlamışsın. Dəyər hə. Super dəyər. Nuş olsun hər birinizə. Qızlar, saatdan xəbərim yoxdur. Bir dəqiqə qoy sizə deyim. Şu saat 10'a işləyib 10 dəqiqə. Evet. Artıq bu kadar yeter telefona baxmaq. İndi biz ailəvi gözəl bir kinoya baxmağa nə deyirsiniz? Yox, söhbət falan edib gəlirəm sizə. Qızlar, saat 10 tamamdır da qızlar. Mən indi yerimə gedirəm, yatmağa. Görürəm ki, otaq it günündədir. İt. Burada düşdünüz. İt günündədir otaq. İt deyirəm ha sizə. Ona görə kameranı belə qoyuram. Telefonumu hər zamanki yerə yatıyorum. Bye bye, kendinize iyi bakın. Özünüze yaxşı baxın qızlar. Kanalıma abone olup videoma like atmayı unutmayın. Bye bye. Maççı guççu deyirəm. Bilirəm vlog az oldu.
Hele editlərlə zaten 9 dəqiqə, 10 dəqiqə olacaq maksimum. Maksimum 11 dəqiqə etməyə çalışıram. Amma yenə də siz məndən qısa mini vlog istəyirsiniz. Mən də sizə neylədim? Mini vlog çəkdim. Mini vloguma bay bay diyorum. Bay bay. Kendinize iyi bakın arkadaşlar. Maç kuş gibi. Bay bay. Kanala abone ol, video like atın. Yorumlarınızı bekliyorum.